Pilləkənlər bitdi, artıq düz gölə doğru gedirəm. Əla bir səyahət oldu. Ən asan hissəsi başa çatdı. Bundan sonra biraz daha adrenalinli və çətin hissəsi var. Çünki gecənin soyuğu var, tək qalma məsələsi var, odun ocaq məsələsi var. Yəqin bunları da həll edəcəm artıq. Təcrübə sahibiyəm. Uzun illərdir ki bu mövzuda. Əla. Gedim biraz dincəlim. Tasatda kimsə yazıb, biraz döz. Dayansız da az qalıb. Dözəcək bir şey qalmayıb. Və buradan çox antiqə bir mənzərə var, dikdir. Aşağıdan gələnlər var. Wow. Möhtəşəm, oradan tüstülər qalxır yəqin kənd tərəfdən. Əladır, yerdə xəzan var. Burada yenə Cınamonun məhəbbət həkki olunub və üzərində də tabeldə sən bunu bacardın. Day, gölün düz yanındayım. Və gölün yanına gedən cığırdayam. Baxıram ki, yerdə nə qədər oduncaq var. İşmə yarayar olması. Alriza modu. Ve budur. Bu da Qaramofur. Geldim, çatdım. Möhtəşəm. Yaşıllıqda gəlib mənzərəni seyr eləmişdim. Bu mövsümdə də ayrı bir renk tonu, ayrı bir gözəlliyi var. Wow. O tərəfdə də domik var, oraya gedəcəm.